İmam Şafi'den soruşurlar. Deyirlər ki, Allah haqqında gözəl zəndə olanlar nə deməkdir? Yəni, gözəl zəndə onlar Rəbbim bağışlayandır, dualar qəbul edəndir. Deyirlər ki, Allah haqqında pis zənn necə ola bilər? İmam Şafi'dən soruşurlar. Baxın, çoxları bundan xilas ola bilmir. 5 vaxt namaz qılır, yenə xilas ola bilmir. Deməli, imanı zəifdir. İmam Şafi nə deyir? Allah haqqında pis zənn nə deməkdir? Vəsvəsə, davamlı qorxu, la ilə, qorxu. Xəstəlik gəldi. Görürsən, mən də mi xəstələnəcəm? Qiymət bahalaşdı. Ay, nə olacam? Misal üçün. La ilə illallah. Bir bəlanın baş verməsindən daimi narahatlıq duymaq. Ay, bəla gələcək. Ay, uşağım öləcək. Ay, uşağımın başa fəlakət gələcək. Qadınlar o yata bilmirlər. Olmayan şey haqqında vəsvəsə, daimi qorxu, bəlanın baş verməsindən daimi narahatlıq duymaq və bir nimətin yox olacağından qorxmaq. Maaşı var qorxu, birdən maaşım kəsildi, nə olacaq? Kəsilməyib, Allah'a həmdələ, nə olub? Bu qorxu nədir? Şeytandandır. Bunlar hamısı Allah haqqında pis zəndir. La ilə illallah. Allah haqqında pis zən, insanın içində gözəl şeyləri məhv edən təhlükəli bir xəstəlikdir. La ilə illallah. Ona görə ümidsіз olma. Bugün səni sıxan şey sabah xoşbəxtlik səbəb ola bilər. Baxın. Gözəl şeylərin ayrılığı səni Allah sənin üçün ən yaxşısını seçəcəyini və itirdiyi şeylərin əvəzinə sənə daha xeyrisini verəcəyini öyrədən bir pıçıltıdır. Sadəcə Allah'a güvən, səbr etməyi öyrəyən və çox narahat olub düşünmə.